Gələ-gələ yolda xəbər oxuyuram. Yazılıb ki, Lənkəranda zibillikdən 2 kişi meyit aşkarlanıb. Öz-özümə düşünürəm ki, biz bu başında səhər, o biri başında gecə olan ölkə deyilik. Bu bəzi hadisələr gözümüzdən necə yayınır? Mən bilmirəm. Özdə meyitlər yanmış meyit olub. Biraz da xəbər tutmasaydıq, yoxa çıxıb gedəcəkdilər. Bu evin açarı deyil ki, salıb itirəsən, tapa bilməyəsən. 2 nəfər dağ boyda adam yanıb, ya da yandırılıb, atılıb ora. Bir bunları axtaranda yoxdur ki, görəsən nə olub? Özüm cavan adamam. Kanalımız da Cavan TV-dir. Həftənin birinci gününə tapılmış insan cəsədi ilə başlayırıq. Azərbaycana PUA ilə narkotik keçirmək istəyən adamlar saxlanılıb. Kişilər o PUA-larla müharibə qazandılar, tarix yazdılar. Bu bəzi dırnaqarası adamlar da murdar işlər görürlər. Bildiyiniz kimi dünən Azərbaycan-Fransa oyunu baş tutdu. Oyun gedə-gedə oyuna az yaşlı azərkeş daxil olub. Mən başa düşürəm, oyun zamanı meydana girmək qadağandır. Oyunçuların təhlükəsizliyi tam təmin olunmalıdır. İndi bu uşaq girib, siz bunu tutmusunuz. Daha niyə terrorist tutmuş kimi davranırsınız?